Biz axırıncı dəfə nə vaxt Allaha ibadət edə bildiyimiz üçün şükür etmişik? Maşınımız, işimiz, gücümüz, arvad uşağımız olduğu üçün demirəm. Sırf Allaha ibadət edə bildiyimiz üçün nə vaxt şükür etmişik? Nə vaxt axırıncı dəfə demişik ki, ey Rəbbim, sənə ibadət edə bilmə şansını mənə verdiyin üçün sənə sonsuz şükürlər olsun. Və görürəm ki, bunu da hər kəsə nəsib etmirsən. Yoxsa elə düşünürsünüz ki, siz ağıllısınız, ona görə haqqa görmüsünüz. Və yaxud da bəlkə doğulduğunuz bölgəni, milliyyəti özünüz seçmisiniz. Digərləri də milliyyəti ilə lovğalanırlar. Deyirlər ki, yaxşı ki mən çeçenəm, nə bilim Dağıstanlıyam, avaram, padaram. Bax indi sual verirəm sizə. Bu və ya digər millətdə doğulmaq üçün nə etmişdiniz? Hər hansı bir parol filan mı yığmışdınız? Yəni bu prosesin hansı yerində siz iştirak etmişdiniz? Bu milliyyətdə və yaxud da digər bir milliyyətdə doğulmaq istəyirəm deyə özünüz mü seçmişdiniz? Yəni elə bir seçiminiz mi var idi? Ən başından bu Allahın böyük bir nemətidir ki, sən Allahdan xəbəri olan, ən azından Allahın adı çəkilən bir milliyyətin arasında dünyaya gəlmisən. Yəni hər nə olur olsun pis yaxşı Allahın adı çəkilən bir millətdə dünyaya gəlmisən. Vallahi bu gün minlərlə adam var ki, hansı ki meymun kimi yaşayırlar. Bu dünyada nə üçün var olduqlarını, nə üçün yaşadıqlarını bilmirlər. Allah Sübhanehu ve Teala Quran-ı Kərimində onlara heyvan kimi demir. Heyvandan da betər deyir. Çünki heyvanların öz vəzifələri, təyinatları var və onlar həmin təyinatı üzrə hərəkət edirlər. Allah heyvanları yaradıb ki, onlar insanlara fayda versinlər. Ona görə Allah buyurur ki, Allahı zikr etməyən adam heyvandan da betərdir.